Cavid doktor, varmı elə bir bilik və bacarıq ki, bu konfransda həkim ona yiyələnəndən sonra sabahsı gün onu praktikada tətbiq edə biləcək öz klinikasında? Təbii ki. Avropa Odontologiya Federasiyasının iki əsas konferans formatı var. Bir, Europerio dediğimiz və keçən il Viyanada keçirilən konferans 11 min iştirakçı katılımıyla çok uğurlu bir şekilde keçirilmişti. Azərbaycan da çok güzel temsil olundu həmin konferansda. Perio Master Klinik konferansı isə konsepsiya olaraq 1000 nəfərə qədər nəzərdə tutulan bir konferans formatıdır. Və burada daha çox mütəxəssislər, uzmanlar, təcrübəli həkimlər, həmçinin karyerasına yeni başlayan, rezidentura təhsili alan gənc stomatoloqların da iştirakı üçün nəzərdə tutulub. Format olaraq yenə elmi əsaslara, sübutlara əsaslanmış bir biliklərin əldə olunması və konferansdan dərhal sonra həkimin tətbiq edəcəyi formatdadır. Bu səbəblə həkimlərin bu konferansda iştirakı tövsiyə olunur.